Salam, xoş gördük sizləri. Hamınızın Ramazan ayınız mübarək olsun. Allah Taala bütün müsəlmanların oruc namazını, dualarını qəbul etsin. Ölkəmizdə sülh, əmin-amanlıq olsun. Xeyir sabahlarınız, ruzi bərəkətli süfrələriniz olsun. İndi isə mən sizə stəkanların, qabların bəzədilməsini göstərəcəyəm. Bunun üçün biz bir kağız götürürük. Baxın, bu cür şəkil çəkə bilərik. Belə bir şəkil çəkmək qədər də çətin deyil. İstədiyiniz şəkli çəkə bilərsiniz. Məsəl üçün, baxın, bu cür edirəm mən. Belə edirəm. İstədiyimiz şəkli çəkə bilərik. Bunun üçün heç də rəssam olmaq lazım deyil. Çox adam deyər ki, yox, mən çəkə bilmirəm, rəssam deyiləm. Bunun üçün heç də rəssam olmaq lazım deyil. Bu cür şəkli mənə elə gəlir ki, hamı edə bilər. Baxın, belə. Belə bir şəkil düzəldirik. Bunu indi İstədiyimiz şəkil çəkə bilərik. Mən sadə olsun deyə bu cür gül şəkilləri çəkmişəm. Əgər kiməsə belə bacarmırsa bunu, çətin gəlirsə, o zaman bunu belə, baxın, bu cür uşaqlar üçün rəngləməyə kitablar olur. Belə bir şəkillərdən də istədiyiniz şəkli götürüb, kəsib, baxın, burada. Belə bir şəkillərdən də götürüb, bu cür kəsib, belə, öz qabınızın ölçüsü uyğunda. Elə stəkanın içinə qoyub, qoya bilərsiniz, istifadə edə bilərsiniz. Mən belə şəkil çəkdim, qoydum. İndi isə mən bu gülü düzəltmək edəcəm. Bunun üçün bizə dırnaq boyaları, kimdə akril boya varsa, onunla da edə bilər. Məndə akril boya yoxdur, dırnaq boyaları var. Bütün dırnaq boyaları, hətta qurumuş istifadəyə yararsız, dırnaq boyalarından istifadə etmək olar. Ən ucuzundan da götürmək olar. Baxın, mən bu cür götürdüm və burada indi bu şəkli çəkəcəyəm. Baxın, belə eləyirəm. Sonra isə baxın, belə. Bu şəklə uyğun. Belə. Məndə bu bir qədər səhv edim. İndi əlimlə tutmuşam. Əgər siz istəsəz, bunu izoletlə də kağızı bərkidə bilərsiniz ki, bu yerindən tərpənməsin. Sizə bunu düzəltmək daha rahat olsun. Görürsünüz, mən bunu şəkli çəkdim. İndi mən buna bir qədər bəzək vurmaq istəyirəm. Baxın, belə bir dırnaq boyam var. Vacib deyil, bahalı, istifadəyə yararsız, artıq istifadə olunmayan bir boyalardan siz istifadə edə və yaxud dükanlarda, marketlər ən ucuzlu boyalardan da istifadə edə bilərsiniz. Baxın, bu cür mən buna bəzək vururam. Siz bunu evdə uşaqlarınızla da edə bilərsiniz. Bu uşaqlarda daha da rəsmə, incəsənətə həvəsi oyadır. Baxın, bunu siz evdə uşaqlarınızla da daha çox uşaqlarınızla təmas olmağa, baxın, belə bir gül şəkli düzəltdim. Həm gözəl görsənəcək, həm də siz uşaqlarınızla daha çox təmasda olacaqsınız. İndi mən bu gülə yarpaq eləmək istəyirəm. Baxın, belə bir yaşıl boyam var mənim. Və indi mən bunun gülün yarpaqlarını keçmək istəyirəm.
Baxın belə. Sonra baxın belə. İstədiyiniz fiqurda. Vacib deyil ki, elə dəqiq elədiyiniz kimi olsun. İstədiyiniz şəkildə, istədiyiniz fiqurda bunu düzəldə bilərsiniz. Baxın. Bu yarpağın rəngi bir qədər açıq olduğuna görə mən ikinci dəfədə buradan getmək istəyirəm ki, bir qədər tünd olsun. İstədiyiniz şəkli vura bilərsiniz. İstədiyiniz, bacardığınız cürbəcür şəkillər vura bilərsiniz. Hansı rəngdə boyalarınız varsa, ondan istifadə edə bilərsiniz. Vacib deyil ki, dəqiq belə olsun. Bunu vurdum. İndi mən gülə ortasını qoymaq istəyirəm. Gülün ortasını mən bu rənginə ləçək yedim. Daha doğrusu ləçəklərini elədim. Orta hissəsində baxın belə bir gülmə orada qoymaq istəyirəm. Baxın belə bir bəzək də yapmaq, düzəltmək istədim gülmə. Bu qurumuş boyalardan daha yaxşı olur ki, artıq qurumuşdu və bir qədər qatıdır. Onlardan daha yaxşı olur ki, bunların suyu axmır. Mən bu gülün ləçəklərini bir qədər tündləşdirmək istədiyimə görə onun üstünə bir də gedirəm. Bunu siz evdə uşaqlarınızla düzəldə bilərsiniz. Daha uşaqlar həvəslənəcək əl işlərinə. Belə bir şəkil düzəltdim. İndi mən bir dənə də burada düzəltmək istəyirəm. Baxın, belə bir qönçə şəklində şəkil düzəltəcəyim mən. Sanki gülün qönçəsidir. Baxın, belə bir şəkil düzəltdim. Belə. İndi isə buradan mən qoyum. Baxın, burada da belə bir balaca bir gül düzəltdim. Siz istədiyiniz gülləri düzəldə bilərsiniz. Buyurun, baxın. İndi isə bunu çıxardıb, baxın, belə bir bəzək vurdum. Əgər videoma baxıb bəyəndinizsə, xahiş edirəm, like edib, kanalıma abunə yazılasınız. Sağ olun, gələn görüşlərə qədər.